Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün cavanlaşan xəstəliklərdən danışacağıq. Xəstəliklərin beynəlxalq təsnifatı, profilaktikası, diaqnostikası, müalicə üsullarından. Ümumiyyətlə, bu qədər xəstəliklər niyə ömrü cavanlaşıb? Təbii ki, bununla bağlı studiyamızda müzakirə etmək üçün dəyərli mütəxəssislər dəvət etmişim. İlk olaraq onları sizə təqdim edim. Elmi Tədqiqat Kardiologiya İnstitutunun müalicə işi üzrə direktor müavini, baş həkim, tibb elmləri doktoru, professor Azad Hacıyev. Professor, xoş gəldiniz. Çox sağ olun ki, dəvətimizə görə. Eyni zamanda tibb elmləri namizədi, səhiyyə sahəsində uzun illər rəhbər vəzifəsində çalışan dəyərli insan Natiq Məmmədov. Natiq müəllim, xoş gəldiniz. Tamam, axşamınız xeyir olsun. Öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Bugün mövzumuz çox ciddi və aktual bir mövzudur. Xəstəliklərin ömrü niyə cavanlaşır? Professor, icazənizlə başlayaq Natiq müəllimlə. Uzun illər səhiyyə sahəsində rəhbər vəzifələrdə çalışdınız, ixtisasca da həkim. Natiq müəllim, nə baş verir? İlk olaraq bu sualla başlamaq istəyirəm. Niyə bu qədər? Əvvəllər 50-55 yaş üzərindən rastlaşdığımız, eşitdiyimiz, ətrafımızda gördüyümüz insanların daşıdığı xəstəlikləri çox erkən yaşlarda görməyə başlayırıq. Ümumiyyətlə, bunun qısaca bir analitik baxışını istəyəcəm. Sizdən nə baş verir? Buyurun. Təşəkkür edirəm Ülviyə xanım. Əvvəla dəvətinizə görə təşəkkür edirəm. Biz təşəkkür edirik. Hamını salamlayıram, televiziya tamaşaçılarını salamlayıram. Əlbəttə, bu əsas böyük bir problemlərdən biridir ki, xəstəliklərin cavanlaşması. Əvvəlki illərdə, belə deyək, ağır xəstəliklər yaşlı insanlarda müşahidə olunurdu. İndi isə gənclərdə və uşaqlarda hətta müşahidə olunur. Əvvəllər, məsələn, ürək-damar xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji xəstəliklər 45-50 yaşdan sonra, belə deyək, aşkar olunurdu və yaxud da ki, xəstəlik özünü biruzə verirdi. İndi isə həmin xəstəliklər gənclərdə həddən artıq çoxdur. Bunun da əlbəttə ki, çox müxtəlif səbəbləri var. İlk növbədə mən qeyd etməliyəm ki, əvvəllər, məsələn, təbabətin və yaxud da ki, belə deyək, tibbi texnikanın, texnologiyanın o qədər inkişaf, texnologiya o qədər inkişaf etməmişdi və xəstəlikləri erkən fazada müəyyən etmək çətinlik çəkirdi. Son 30-40 il ərzində isə tibbin sürətlə inkişafı, ümumiyyətlə dünya üzrə, o cümlədən tibb sahəsində texnologiyaların tətbiqi xəstəliklərin diaqnozunu qoymağa çox, belə deyək də, rahat olubdur. Çətinliklər bu aradan qaldırılıbdır. Ümumiyyətlə, xəstəliklərin beynəlxalq təsnifatına əsasən biz müqayisə eləsək, məsələn, 30-40 il bundan qabaq, xəstəliklərin beynəlxalq təsnifatı diaqnozlar, nazoloji formalar üzrə 2500-3000 civarında idi. Son 30-40 il ərzində bu rəqəm gəlib çıxıb 5000-dən artıq nazoloji formalar. Xəstəliklərin nazoloji formaları. Ona görə də mən düşünürəm, burada əsas amillər xəstəliklərin cavanlaşmasında hər şeydən əlavə. Bir neçə səbəblər. Bir neçə səbəbi var, əlbəttə. Bu, birinci səbəb qeyri-sağlam qidalanmadır. Bu, əsas bir faktordur xəstəliklərin cavanlaşmasında. İkinci faktor stres keçirən insanlardır. Və ən əsas faktorlardan biri də qeyri-aktiv həyat tərzi keçirməkdir. Burada əlbəttə ki, çox vacib məsələlər ortaya çıxıb. Bunlardan biri də odur ki, qeyri-aktiv həyat tərzi istəyir cavan olsun, istəyir yaşlı olsun, bu adam geci-tezi xəstələnir. Bunun piylənmə məsələləri var, bunun qan dövranın olmaması, pis işləməsi məsələləri var
və yaxud da ki, belə deyək, qeyri-sağlam qidalanma. Qeyri-sağlam qidalanma bu çox, belə deyək, mən deyərdim ki, bu xəstəliklərin cavanlaşması birinci yerdə duran bir amildir. Çünki bugün kimyəvi maddələr, kanserogenlər, insanlar bunların hamısını qəbul edirlər və geci-tezi istər-istəməz bu insanın orqanizmdə öz təsirini göstərir. Bəli, əslində ciddi bir məsələdir. Elə bu haqda danışacağıq. Mən professora bir məsələ ilə bağlı sualım olacaq. Niyə biz hazır bu qədər qidalara meyillilik yarandı və bu ildırım sürəti ilə artıq yaranıb, elə gənclər arasında və yaxud da yemək hazırlanması və bişirməsində maraqlar azaldı? Niyə zamanımızı yürüyüş edərək getməkdənsə çox qısa yollarla, hətta avtomobilimizin tam dayanacağa qədər dirənməsinə qədər gedişatları daha çox önə alırıq? Ümumiyyətlə, bu passivləşmə niyə bizdə? Bilmirəm, psixoloji ola bilər, yoxsa bizim monoton həyat yaşamağımızda nə maraqlar bizi çəkdi? Bu haqda danışacağıq. Professor, siz Kardiologiya İnstitutunun təbii ki, direktor müavini, eyni zamanda baş həkim olaraq bu xəstəliklərin ömrü cavanlaşması ilə Natiq Məmdəvuğada ürək-damar xəstəlikləri demək olar birincidir. Bu, dünya statistikasında demək olar ki, bu ürək-damar xəstəlikləri ölümünün səbəb göstərici, faiz göstəricilərindən biz elə ilk sıralardayıq. Bu cavanlar arasında da sürətlənməsi, yəni burada müraciətin axının gənclər arasında da, bugünkü reallıqda, statistikada onu təsdiqləyirmi ki, artıq cavanlar daha çox bu xəstəliyə düçar olurlar? Yoxsa sadəcə biz bunu ümumi dünya statistikasından danışırıq? Bugünkü reallıq necədir bizdə? Yox, həqiqi elədir, cavanlaşma var. Mən tamaşaçıları salamlayıram. Birinci, axşamınız xeyir. Axşamınız xeyir. Suala, cavaba keçdim dərhal. Həqiqətən belə bir tendensiya var, yaranıb axır illər. Natiq müəllim düz demişdi ki, qabaq məsəl üçün o qədər bizdə diaqnostik avadanlıqlar az idi, nisbətən 30 il, 40 il bundan qabaq ki, bunu erkən mərhələlərdə aid eləmək mümkün olmurdu. Ancaq indi mümkündür, ən erkən mərhələdə. İntihası burada başqa bir səbəb çıxır üzə. Onlar gec müraciət edir xəstələr. Məsəl üçün, ilkin nəyəsə bir əlamətlər, şikayətlər əmələ gələndə dərhal da həkimə müraciət etmirlər. Ya başlayırlar belə özləri evdə müalicə eləməyə, yaxud başqa, çox hallarda da geç. Məsəl üçün, 30 yaşı var uşağın, dil ürəyim nəyəsə sancdı, yağın başqa bir boş şeydir, keçib gedər. Ancaq demir ki, altında ola bilər ki, ciddi bir xəstəlik olsun. Bu bir siqnaldır. Bu siqnaldır və mütləq belə hallarda müraciət eləmək lazım həkimə və lazımlı, heç olmasa ilkin müayinələrdən keçmək, elektrokardioqrama, exokardioqrafiya və digərləri. Professor, burada həmin o hadisələr tutaq ki, özümüzdə narahatçılıq başladı, müraciət etmirik. Bunu biz bilmirik nə baş verir deyə müraciət etmirik, yoxsa buna biz bəsit yanaşırıq, adi baxıb keçirik? Bəsit yanaşırıq çox hallarda. Onun üçün ki, bu bilirsiniz, deyirlər ki, mən cavanam, yaşım azdır, bir şey olmaz. Ciddi bir şey olmaz, funksional xarakter daşıyır, bu ağırdır, keçib gedəcək və s. Ancaq əslində mən məsləhət verərdim bir həkim kimi. Çox görürəm belə şeyləri. Həqiqətən infarktlar cavanlaşıb, 29-30 yaşına gəlir. Qabaqlar 50 yaşından sonra belə ciddi fikirləşmək olardı belə bir pis xəstəlikdən. Ancaq indi daha cavan adamlarda bu rast gələ bilər. Və burada mən belə bir, necə deyərlər, məsləhət verərdim. Kimdə ki, ailə anamnezində belə hallar olub, ana tərəfdən, ata tərəfdən, yaxud yaxın qohum, başqa yaxın qohumlar tərəfdən qəfildən ölüm, ürəklə bağlı, infarkt cavan yaşda. Deməli, həmin adamlar yüksək riskli kateqoriya aiddir və onlar daha tez-tez müayinədən keçməlidirlər. Və bunu həqiqətən də səhiyyə durumlarına. Bəli, bir siqnal, elə Natiq müəllim dediyi kimi, əslində bu insan bədənində baş verən başqa ciddi fəsadların da bir həyəcan təbiri ola bilər. Telefon xəttində redaktorumuz deyir, tamaşaçımız var. Eşidək sizi, axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir, xanım. Axşamınız xeyir. Qan götürmək üzrə orada mütəxəssis var mı o professorların içində?
Sizi nə narahat eləyir? Bəli, buyurun, eşidək probleminizi. Qan köçürmə. Mənim qanımda laxtalanma gedir. Oktyabr ayının birindən başlayıb qan bədənimi də indi geyişmə götürüb. Bakıya haraya gələ bilərəm mənim müayinə edərlər. Qanında laxtalanma müşahidə olunur. Protrombin vüsokida yüksək. Qan köçürtməyi göstəriş veriblər, qaşınmadan daha çox əziyyət çəkir, hara müraciət edə bilərəm, ümumiyyətlə nə edəcəyini bilmirik. Bəzən də ən böyük problemimiz bax odur ki, biz hara müraciət edək və necə müraciət edək. Buyurun, sualınız var mı? Qan köçürməklə xüsusi institut var, hematologiya institutu, transfuziologiya indi ayrılıb, qan bankı o institutdan, ancaq orada əsas həkimlər, transfuzioloqlar məşğul olmalıdır. Və belə transfuzioloji kabinetlər digər böyük xəstəxanaların ərzində də olur və orada da keçirmə. Ancaq yalnız transfuzioloq onunla məşğul olmalı. Çünki qan köçürülməsi elə bir xırda bir əməliyyatdır, belə deyək. Bir də ki, nəzərə alsaq ki, tamaşaçımızda qan laxtalanması problemi var və onun da təyinatı doktor deyilməlidir ki, qan köçürtməsi olarmı, olmazmı? Ona görə qan analizin protrombini protrombindir, enerdir, digər göstəricilər var. Onu əvvəl gələ qiymətləndirsin. Nə dərəcədə bu qorxuludur. Allergik reaksiyalar da ola bilər. Bəli, elə hazırda qaşınmadan əziyyət çəkir. Bəli, və kəskin reaksiyalar var, biraz uzanılmış da bir neçə vaxtdan sonra əmələ gələn reaksiya ola bilər. Buna görə bu gərək ancaq transfuzioloqun məsləhəti ilə qan köçürsün. Bəli, birbaşa əslində ciddi həkim nəzarəti və göstərişi əsasında da hansısa bir qeydlər varsa, onu həyata keçirmək lazımdır. Baxın, görürsünüz, tamaşaçılarımız hər zaman ətrafda da biz görürük. Problem yaşanır, xəstəlik təbii ki var, amma biz o xəstəliyin kimə və hansı mütəxəssisə doğru seçimində də yanlışlıq edirik. Natiq müəllim, niyə ixtisas seçimində, mütəxəssis seçimində də problemlər yaşanır? Ümumiyyətlə, xəstəlik haqqında maariflənmə mi azdır? Simptomları mı biz bir-birinə qarışdırırıq? Başqa xəstəliklər fonunda ola bilər. Məsələn, dediyimiz kimi, sinənin ağrısını, məsələn, hər bir insan daha çox deyir ki, mənim ürəyim ağrıyır və birbaşa kardioloqa yönənir. Məsələn, sinənin ağrı, döş qəfəsinin ağrı sindromu xəstəliyi də var. Bunlar qarışdırılır. Yəni, burada maariflənmədirmi problem? Yoxsa biz özümüz araşdırmaqda da biraz kiminsə sözü ilə daha çox hərəkət etməyə də maraqlıyıq? Bilirsiniz, məsələ ondadır ki, xəstə onsuz da, belə deyək də, o da bir psixoloji faktordur. Onsuz da xəstələnsə həkimə müraciət eləyəcək. Qohumuna mı, tanışına mı və s. Amma çox təəssüflər olsun ki, bir gün bizim insanlar vaxtında müayinədən qaçırlar. Getmirlər müayinələrə, profilaktik tədbirlərə getmirlər. Sizcə niyə? Mən düşünürəm ki, burada əlbəttə ki, səhiyyə orqanların funksional vəzifəsi ilk növbədə sağlam əhali ilə işləməkdir. Sağlam əhali ilə işləyən zaman xəstəliklər erkən müəyyən olunur və onun müalicəsi çox rahat olur. Amma xəstəlik uzandıqca, bilirsiniz, o ağrı verir insana, o zaman o insan müraciət edir həkimə, tanışına, qonşusunun vasitəsilə, kiminsə qohumuna və s. Bizdə Azərbaycan Respublikasında çox gözəl səhiyyə infrastrukturu var. Baxın, son 15 il ərzində Cənab Prezidentin rəhbərliyi ilə hər bir rayonda gözəl diaqnostik mərkəzlər yaradılıbdır. Ən müasir avadanlıqla təchiz olunubdur bu diaqnostik mərkəzlər. İnsanlar sadəcə olaraq ən azı ildə bir dəfə, ən azı ildə bir dəfə öz sahə poliklinikasına müraciət etməlidir. Müayinədən keçməlidir. Bu bizdə yoxdur. Yəni, burada söhbət gedir. Vaxtı ilə, mən bunu da deməliyəm, vaxtı ilə əhalinin mütləq icbari dispanserizasiyası vardır. İldə 2 dəfə hər bir vətəndaş öz poliklinikasında müayinədən keçməlidir. Bunlar düzdür. Bugün çoxlu vəsait tələb edir. Məsələn, laborator diaqnostika, funksional diaqnostikasına, o reaktivlərin alınmasına, rengen filan çox vəsait xərclər tələb olunur. Amma biz bunu eləməliyik. Əgər biz istəyirik xəstəliklərin qarşısını alaq, xəstəliklər cavanlaşmasın, biz buna getməliyik mütləq getməliyik.
O ki qaldı müraciət, hansı həkimə müraciət etmək, bu əlbəttə ki, yenə də hər yaşayış sahəsi üzrə sahə poliklinikası var. O sahə poliklinikasına müraciət etməlidir və sahə poliklinikasında da o istiqamət verilməlidir xəstəyə. Çox hallarda xəstələr bugün Azərbaycanda özəl klinikalar şəbəkəsi çoxdur, belə deyək. İnsanlar müraciət edirlər özəl klinikalara, sığortalı təbabət tətbiq olunur bu gün uğurla respublikamızda. Amma məsələ ondadır ki, bugün gipodiagnostika və giperdiagnostika həddindən artıq çoxdur. Bəli. Ona görə də mən indi bir misal gətirim. Bugün məsələn Amerika Birləşmiş Ştatlarında xüsusi bir proqram tərtib olunubdur. Bu proqram nədən ibarətdir? Hər bir insan xəstələnib müayinələrdən keçir. Bütün müayinələrdən keçəndən sonra funksional diaqnostika, laborator, həkim konsultasiyası və s. bütün müayinələr, onun nəticələri yüklənir onun deməli bazasına, kompüter bazasına. Nəticə etibarı ilə 2 və yaxud 3 diaqnoz çıxır orada nəticədə. Bu da bugün artıq 3000 xəstəliyin analizi aparılıbdır. 3000-dən xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq nazoloji formalar. 3 diaqnoz çıxanda bunun diferensial diaqnostikası aparılır. Bu diaqnozda hansı müayinə əlavə müayinə olunmalıdır? Bu diaqnozda hansı əlavə müayinə olmalıdır? Və dəqiq axır nəticə etibarı ilə dəqiq diaqnoz qoyulur. Dəqiq diaqnoz olduqda isə onun müalicəsi adekvatdır. Orada heç bir problem yoxdur. Yəni bu bugün özü də şəffaf formada bildiyim bugün məsələn mənim bir tanışım o Amerika Birləşmiş Ştatlarında olubdu. Hal-hazırda da onlar başlayıblar bunu Azərbaycanda eləmək. Mən onlara uğurlar arzu edirəm. Əgər bu məsələ həllini tapsa, biz çoxlu böyük uğurlara nail olacağıq bu sahədə. İnşallah ki, əslində tətbiq olunsun və insanlara əlçatan olsun. Əsas əlçatandır. Bəli. Bugün əhali üçün Ülviyə xanım, səhiyyə sistemi əlçatandır. Çünki mən yenə də deyirəm, istər balaca qəsəbədə ambulator poliklinik xidmət göstərilir. Felçer mama məntəqəsi fəaliyyət göstərilir. Kənddə, qəsəbədə, bütün rayonlarımızda səhiyyə infrastrukturu yaradılıbdır yüksək səviyyədə bugün. Amma məsələ onda gedir ki, əhali arasında maarifləndirmə işi o bir balaca zəifdir. Bax, o əhali arasında maarifləndirməni gücləndirməliyik biz. Bəli, maarifləndirmə də az olanda, professor, insanlar əslində özündə nə baş verdiyini bilmir. Və kimə müraciət edəcəyini təbii ki, bunun da ardıcıl olaraq o gələcək. Burada da ki, yanlış istiqamət, yanlış müayinə, yanlış müalicə, nəticədəki heç bir effektiv nəticədən söhbət gedə bilməz. Necə də ki, insanlar özlərində baş verəcək problemlərinin nə olduğunu anlaya bilsinlər. Professor, bunun üçün nə etməliyik? Müraciət edilən, yanlış yerə müraciət olunanda da bəzən həkimlər, müraciət edən doktorlar, yəni bunlar da reallıqdır. Məsələn, başqa sahəyə müalicəsi olan xəstəyi də öz öhdələrinə götürərək elə bir yerdə müalicə edirlər. Və bunun da fonunda başqa ciddi fəsadlar yaranır və bu da tipik gizlin gedir və sonra da gecikmiş dönəm olur. Olur, düzdür. Belə şeylər də olur. Təəssüflər olsun əlbəttə. Natiq Mənbəyək çox maraqlı bir mövzuya toxundu. ABŞ-da da var, burada, ümumiyyətcə dünyada sünni intellektin işlənməsi. Bu mövzuda diaqnostikada kömək, diaqnostik tədbirlərdə görmək, yalnız məsəl üçün şikayətlərlə, yanlış şikayətlərlə və bir neçə analizlə dəqiq diaqnoz sünni intellekt vasitəsilə qoymaq mümkündür. Ona görə ki, sünni intellekt elə bir toplam bir 15-20 akademikin birini bir yerdə toplayır və əlbəttə ki, ona düzgün bazadan, düzgün məlumatlar gəlməyə, dəqiq diaqnoz və dəqiq müalicə, hansı ki, heç bir fəsad gətirməyən, ən optimal dərmanları seçməyə imkan verir. Həqiqətən mən inanıram ki, yaxın gələcəkdə bu bizdə də baş verəcək və həkimlər də ona əl atacaq,
kömək kimi bir şey kimi. Yəni əlbəttə ki, həkimin təcrübəsini, praktiki, kliniki təcrübəsini əvəz eləyə bilməz. Ancaq köməkçi kimi klinikada öz praktikasında işlədə bilər böyük bir müvəffəqiyyətdir. Bəli, böyük bir uğurdur əslində və nəticəsi də yaxşı olacağına inanırıq. Bəzi hallarda, Ülviyə xanım, burada bir məsələ də var. Bəzi hallarda lazımdır, lazım deyil. Xəstəni hansısa müayinələrə göndərirlər. Bəli. Bu da çox lazımsız olan bir məsələlərdir. Bizim elə sizin sözünüzə qüvvət, dünən bizdə psixoloji, psixiatrik xəstəliklərlə bağlı danışırdıq və orada doktor psixoterapevt də vurğuladı ki, psixoloji xəstənin belə qan laborator analizlərinə qədər göndərilir. Hətta tamaşaçı da canlı efirə qoşurdu ki, böyük bir məbləğdən gedir ki, yəni mənim qan analizi, mənim təşviş, həyəcan pozuntumla nə əlaqəsi deyiləcək? Demək ki, var, bunlar da var. Bəli. Yəqin ki, yavaş-yavaş bunlar aradan götürüləcək. Niyə görə? Onun üçün ki, bizdə icbari tibbi sığorta sistemi var və belə əsassız analizə göndərməyə bunlar bu da insanların bəli, tibbə və səhiyyəyə bir kölgə salır. İnamı, etibarı əslində itirməkdir və mütəxəssisə doğru güvən hissi itir və başlayırlar ki, yenə getsəm, məni başqa analizlərdə xəstəliyim ortada qalır, onun ətrafında dolayısı gedişatları olacaq. İnsanda bədbinləşmə yaranır. Amma icbari tibbi sığortada mən bilmirəm bu struktur var, yoxdur. Yaxşı olardı ki, düşünürəm yəqin ki var, amma yaxşı olardı ki olsun. Bu nəticə etibarı ilə nəzarət bir komissiyası hansı diaqnozdan ki xəstə müraciət eləyib və hansı müayinələrə göndəriblər o xəstəni. Bax, o nəzarət sistemi işləməlidir. O var, hal-hazırda da işləyir. Bəli, var. Çox hər bir xəstə ilə bağlı ayın axırında məsələn hesabatlar bəli, komissiyalar gəlir, yoxlanma gedir və yoxlanılır ki, həqiqətən o düzgün analizlara göndərmişdi, ya artıq bir analizə baş vermişdi, yaxud digər səhvlər varsa... Funksional diagnostikaya məsələn. Funksional diagnostika cümlədə, bəli. O var və hal-hazırda get-gedə görürəm ki, azalır səhvlər həkimlər tərəfindən. Çox gözəl haldır. Demək ki, təkmilləşmə prosesi əslində gedir, nə gözəl ki və insan da bundan yararlanır. Professor, bu xəstəliklərin ki, ömrü cavanlaşdı, biz indi ürək-damar xəstəlikləri üzərindən deyirik. Yəni, şərt deyil ki, biz övladımızda bir problem gördük deyə onu aparaq. Neçə yaşda uşaqlarımıza bir valideyn olaraq kardioloji müayinədən keçirilməsi tövsiyə olunur? Ümumiyyətlə, bu gedişat. Uşaqlarda bilirsiniz, belə şey götürsək, ömrüdə təxminən 100 il məsəl üçün. 0-5, 5-10, 10-15 və s. Hər bir dövrə öz xəstəliklər daha çox rast gəlinir, hər bir dövrdə. Adam böyüdükcə, adam inkişaf etdikcə. Məsələn, 20-30 yaşda bir xəstəliklə, 30 il və infeksiya xəstəlikləri, 40-50-ni keçdim, 40-ı keçdim. Bəli, yaşa görə xəstəliklər sistemi. Ürək-damar xəstəlik sistemi və s. Ancaq uşaqlarda inkişaf rəngidir. Nə isə görürüz ki, uşaqda ilkin yaşlarından nə isə qaça bilmir, yorulur tez. Belə şeylər narahat etməlidir və həkimə müraciət olmalı. Çünki olsa bu anadan gəlmə nə isə qüsurlar ola bilər uşaqda. Onu da özünü biruza verir. Telefon xəttində təşəkkür edirəm. Telefon xəttində tamaşaçımız var. Eşidək. Cavabımızı yəqin ki, reklam fasiləsindən sonra verəcəyik. Buyurun, xəttə sizsə eşidək sizi. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun sizinlə. Mənim sualım Nati müəllimədir. Belə ki, Nati müəllim çox gözəl vurğuladı regionlarda. Gözəl strukturlar, balisa strukturları, xəstəxana strukturları inşa edilib, bəli, sözü yox. Amma orada bir dənə problem odur ki, səhər gedirsən, gün ortaya qədər bir təhər sənin anketini əllə axtarıb tapırlar. Hansı kənddəsən? Tam bu kəndin 300 sakini var, orada 300-dən anket. Axtarırlar bir-bir. Olmazmı ki, bunu bir kompüter 21-ci əsrdə yaşayır. Kompüter toplum sisteminə salalar. Oradan lazım olduğu vur, hansı xəstəxanaya, hansı həkimə gedirsənsə, onun kompüterində sənin anketin çıxsın. Bu mümkündürmü? Və yaxud da gələcəkdə planlaşdırılmı 21-ci əsrdir bunu eləməyə? Vaxt itkisi, hədsiz vaxt itkisi gedir buna. Çox sağ olun, təşəkkür edirəm. Biz təşəkkür edirik sualınıza görə. Cavabını reklam fasiləsindən sonra alaq Natiq müəllim. Reklam fasiləsinə çıxaq, qısa reklam arası, sonra yenidən studiyadayıq, müzakirəmiz davam edəcək.
Reklam fasiləmiz bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, bugün xəstəliklərin ömrü niyə bu qədər cavanlaşıb mövzusunda müzakirə aparırıq. Studiyamızın dəyərli mütəxəssisləri Kardiologiya İnstitutunun müalicə üzrə direktor müavini və baş həkim Azad Hacıyev, eyni zamanda tibb elmləri namizədi, səhiyyə sahəsində uzun müddət rəhbər vəzifədə çalışmış Natiq Məmmədovdur. Natiq müəllim, reklam öncəsi tamaşaçının sualı oldu. Bəli. Bölgələrdə yerləşdirilən bu tibb məntəqələrində aparılan müraciət əsasında elektron siyahıya alınmamaq insanlar arasında narazılıq və vaxt itkisinə səbəb olur. Bunun belə deyək, bərpası niyə etmirik, niyə elektron sistemə keçmirik? Bilirsiniz ki, bütün dövlət qurumlarında elektron informasiya sistemi tətbiq olunur. O cümlədən Səhiyyə Nazirliyində də. Və məndə olan məlumata görə Səhiyyə Nazirliyində bu elektron informasiya çox mükəmməl bir sistem qurulur və qurulmaqdadır. Və artıq mən düşünürəm bu yaxın zamanlarda Respublikanın bütün rayonlarında bu elektron informasiya sistemi tətbiq olunacaq. Bütün müəssisələrdə. Çünki bugün, məsələn, tibb müəssisələrində xəstə insan, deyək də, ola bilər hansısa profilaktik arayış üçün gəlibdir insan. O insan da müraciət eləyəndə qeydiyyat şöbəsinə orada kompüter sistemində onun qeydiyyatı aparılır. Və bu bazaların hamısı ümumiləşdiriləndən sonra bütün bu kompüter sistemi, elektron informasiya sistemi işləyəcəkdir. Bütün rayonlarda, qəsəbələrdə, Respublika üzrə, bütün Azərbaycan üzrə. İnşallah ki. Professor, genetik faktorlar əsasında gedən xəstəliklər var. Bu xəstəliklərin bəzən bu genetikdir, elə biz bunu olmağını gözləyirik, amma genetik irsi keçən xəstəliklərin də əslində bir daha elmdə sübut etdi ki, o anlama gəlmir ki, elə ailə üzvləri mütləq onun daşıyıcısı olacaq deyə. Hər zaman tətikdə olan insanlar var. Yəni, bugünüm, sabahım buna yoluxacam, bunu daşıyacam. Hətta onun üçün qarşılayıcı, ön arıcı müəyyən bir, belə deyək də, özlərinə qabaqlayıcı bir tədbir görənlər də var. Yəni, bu genetik formada gedən xəstəliklərin gedişatını necə aparaq, təsbiti necə aparılır? Mütləqdir ki, müəyyən yaş qrupunda bunlar artıq qeydiyyat üzərində nəzarətə mi götürülməlidir? Yoxsa bu qorxu xofunu götürək, bu o anlama gəlmir ki, mütləq ailə üzvləri biz bunun daşıyıcısıyıq deyə. Bu, bilirsiniz, çox maraqlı mövzudur və bu istiqamətdə bəzi dövlət tərəfdən böyük tədbirlər görünür. Məsəl üçün, belə götürsə, irsi xəstəliyi olan talasimiya xəstəliyi, uşaqlar hal-hazırda nigahdan qabaq keçməlidirlər mütləq yoxlamadan. Və burada sağlam uşaq da doğula bilər, daşıyıcı deyilən. Daşıyıcı çoxdur. Respublikada 1 milyondan bəlkə çox daşıyıcı var talasimiyanın gedən. Ancaq o demək deyir ki, bu adam xəstədir. Daşıyıcıdır cəmi. Genin belə defektlidir, genin daşıyıcısıdır. Ancaq iki daşıyıcı nigah bağlayanda və uşaq doğulanda əlbəttə ki, onda bir haradasa 50%-ə qədər ehtimal var ki, xəstə uşaq doğulsun. Ona görə bunun bu xəstəlikdən biz danışanda bunun tədbiri görünüb və nigahdan qabaq yoxlama, xüsusi yoxlama, spesifik yoxlama aparılır. Onu qarşısını almaq üçün, belə dünya gəlməsin xəstə uşaq. Onun üçün ki, böyük bir əzabdır. Həm uşaqların özünə, həm valideynlərinə, həm həkimlərə hər tərəfli. Daimi bu uşaqlar qan köçürməlidirlər, ayda 2 dəfə bəzən vəziyyətdən asılı olaraq. Həm də maddiyyat cəhətində çox bahalı əslində bir gedişat deyil. Hər tərəfli, qan axtarmaq, donor olur ki, həmin qrupdan, həmin deməli, ölçülərdən qan tapılmır, qan vahidi və bu çox böyük bir çətinlik yarada bilir. Ona görə əlbəttə ki, ən yaxşı yolu, ən, necə deyərlər, məntiqli yolu bunun qarşısını almaqdır və belə uşaqlar əmələ gəlməsin daha. Bəzən bizdə xəstəlik daşıyacaq insanlarda ailə qurana qədər gizlətməyə daha çox maraqlı oluruq. Sadəcə onları özümüzdə bir ictimai qınaq, bizə nə deyərlər, bilərlər, bilgi əsasında bizə baxışlar dəyişər deyə bəzən gizlədir və ailə qurulur və artıq orada başlayır ciddi fəsadlar. Azad müəllimin sözünə qüvvət burada. Bəli, siz fikir bildirək tamaşaçımız. İrsi xəstəliklər əlbəttə ki, genetik fon üzərindədir. Amma məsələ ondadır ki, bir çox xəstəliklər, məsələn, elə xəstəliklər var ki, etiologiyası, patogenezi bu gün məlum deyil.
Amma irsi, onun keçməsi hardasa o da nəzərdən keçirilir. İrsi xəstəlik kimi. Məsələn, elementarla bir psoriazı deyək, dəri xəstəliyi. Onun etiologiya, patogenezi müəyyən deyil. Yaranma səbəbi bilinmir. Bəli, amma irsi keçməsi də onun, məsələn, bugün elmi nöqteyi nəzərdən onu deməli, belə bir alimlər qeyd edirlər. Burada yenə də mən düşünürəm, əsas məsələ vaxtında müraciət eləmək həkimə, vaxtında müayinə olunmaq və bu xəstəliklərin aşkar etmək, əgər varsa aşkar etmək, yoxdursa... Bir də xəstəlik daşıyıcısı olaraq çəkinməmək məsələsidir. Bunu özümüzə əskiklik və utanc verici bir məsələ kimi bilməməyimizdir. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Mən bizim həkimlərimizə belə bir suala müraciət eləmək istəyərdim. Mən öz sahə poliklinikamızda deməli, ürəyimi kardioqramma elətdirmişəm. Diaqnoz çıxdı ki, sinusovaya bradikardiya, miokardda yaşa uyğun dəyişiklik, sol mədəciyin hipertrofiyası. Mən bilmək istəyərdim ki, bu ciddi ürək xəstəliyi sayılır. Əgər sayılırsa, bunu müalicə eləmək lazımdır və bu tam sağalır, yoxsa daima nəzarətdə saxlamaq lazımdır. Çünki həkim özünə elə apardı ki, yəni heç nə yoxdur və heç bir müalicə də lazım deyil. Çünki bu dövlət müəssisəsi idi, orada da icbari sığortadır. Bəlkə də həkimin maddi marağı olmadığına görə səhlənkarlıq elədi, yola verdi. Əfsuslar olsun ki, bizim soyuqqanlı biganə həkimlərimiz də var. Bəlkə də savadı o dərəcədə yoxdur, deyə bilmərəm. Mən yenə də bilmək istəyərdim ki, bax bu diaqnoz çıxdı məndə, deməli sinus və bradikardiya, miokardda yaşa uyğun dəyişiklik, sol mədəciyin hipertrofiyası. Məni bu çox xahiş eləyərdim həkimlərimizdən ki, bunu mənə desinlər. Bayaq bizim doktorumuz çox gözəl bir fikir bildirdi ki, icbari sığortadır, poliklinikalarda gedib check-up vermək lazımdır hər il. Bilirsiniz, mən elə insanam, çox səliqəli insanam və gedib hər il check-up verirəm. Amma bir dənə də bir şey var ki, poliklinikalarımızda həkimlər çox soyuqqanlı yanaşırlar. Bilmirəm niyə görə, icbari sığorta bəlkə olduğuna görə, maddi maraqları olmadıqlarına görə çox soyuqqanlı yanaşırlar, biganə yanaşırlar. Bilmirəm, bu savadsızlıqdandır, nədəndir, başa düşə bilmirəm. Yəni ki, eləyən insanlar gedib eləyirlər, yəni verirlər check-up'ı. Sadəcə olaraq maddi maraq olmadığına görə yola verirlər həkimlər. Deyəndə ki, başa sal, diaqnozum nədir? Deyir, nə var, 2 saat durub başa salacağım səni. Nə deyim sənə? Bax, belə yola verirlər. Çox əfsuslar olsun ki, belə həkimlərimiz də var. Çox xahiş eləyərdim həkimlərimizdən mənim dediyim diaqnoza öz fikirlərimi bildirsinlər. Çox sağ olun, əvvəlcədən təşəkkür edirəm sizə. Biz təşəkkür edirik. Təşəkkür edirik sualınıza görə. Burada belə bir hipertrofiya əlamətləri kardioqrammada varsa, çox güman ki, 90% demək, bəlkə də çox hipertoniya xəstəliyi olan yüksək təzyiq, arterial təzyiq. Onu birinci növbədə inkar eləmək lazımdır. Yoxdursa, yalnız kardioqramma ilə hipertrofiyanı necə deyərlər, diaqnozu müəyyən eləmək mənə gəlir tam düzgün deyil. Gərək çox belə necə deyərlər, inkişaf etmiş hipertrofiya olsun ki, onun əlamətləri çox belə gözə görünən olsun. Yəni, belə şeylərdə, məsəl üçün, digər metodlardan da istifadə eləmək məsləhət görərdim. Ekokardioqrafik metoddan, orada hipertrofiya daha çox aydın görünür. Və arterial təzyiqin yoxlanması, nəzarət olunması çox güman onunla bağlıdır. Digər hallarda əlbəttə ki, başqa səbəblər də olar. Hipertrofiyanın gəlində də ekokardioqrafik müayinə lazımdır. Belə bir xəstəlik var, hipertrofik kardiomiopatiya, məsəl üçün, o da bəzi hallarda hipertrofiyanı deməli, xüsusi yerlərdə inkişafını göstərə bilər və belə xəstələrdə biraz, necə deyərlər, müalicə üsulları fərqlənir. Ona görə ekokardioqrafik müayinə mütləq lazımdır keçmək. Yəni, müalicəyə söykənəcək əslində gedişatdır. Sinus bradikardiyası da var, onun da səbəbi ola bilər ki... Əlavə müayinələr olunmalı. Bəli, əlavə müayinələrə ehtiyac var. Yəni, xanım da vurğuladı, yəni bunu ömrü boyu daşıyacaq biləcəm xəstəlikdir, yoxsa müalicəsi varmı? Bəlkə nəyisə kimsə yazıb, həkimlərdən nəyisə dərman yazıb, məsələn, beta blokatorlar sinus bradikardiya əmələ gətirə bilər. Yəni, onları araşdırıb bir nəticəyə
düzgün nəticəyə Yəni əslində xanıma yenidən müayinəyə düşünmürəm ki, getməsi burada həkimin maddi marağı olsun. Həkimin Bəli, bu maraqlı. Tibbi sığortadan onsuz da onlar vəsait alırlar, maaş alırlar tibbisi. Burada həkimin marağı mən inanmıram. Elə xanım da bildirdi, əslində niyə həkimlərimizin bəziləri bizim bu müraciət edən pasiyentləri qane edəcək qədər onları ya dinləmirlər, ya onların bilmədiklərini başa salmaqda maraqlı deyirlər. Niyə? Bunlar da var axı, bunlar da reallıqdır. Burada Ülviyə xanım, əsas məsələ bu həkim-pasiyent münasibətlərin hüquqi tənzimlənməsidir. Həmi həkim, həmi pasiyent öz hüquqlarını və vəzifələrini bilməlidir. Tam. Ona görə də bu hüquqi tənzimləmə məsələsi çox vacib məsələdir. Xüsusilə də bugün aktual bir məsələdir. Çünki özəl tibb müəssisələrin şəbəkəsi həddindən artıq çoxalır və burada həkimin məsuliyyəti və xəstənin məsuliyyəti çox vacib məsələlərdir. Ona görə ki, əhalinin sağlamlığının qorunması haqqında qanunda 4 prinsip var, əsas prinsiplər. Birinci prinsip, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaşların dövlətin təminatı olur və bu təminatla əlaqədar fiziki və hüquqi şəxslərin məsuliyyəti və hüquqlarıdır. Bu birinci bir prinsipdir. İkinci prinsip isə əhalinin sağlamlığının qorunması sahəsində ən vacib məsələlərdən biri profilaktik tədbirlərin görülməsidir. Üçüncü məsələ isə prinsip. Bu qanun dövlətimizin qanunudur və çox mükəmməl bir qanundur. Üçüncü prinsip orada qeyd olunur ki, tibbi sosial, xəstənin tibbi sosial əl çatanlığı olmalıdır. Yəni, onun hər bir müəssisəyə əl çatanlığı olmalıdır. Dördüncü məsələ isə sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsidir, sosial təminatıdır. Bu 4 prinsipdir. Birinci prinsip o həkim-pasiyent münasibətlərin hüquqi tənzimlənməsidir. Bəli, əslində hər bir pasiyentin əgər xəstəliklə bağlı müraciət olunursa və onu dinləyən həkim əslində onu anlaya biləcək dilə qədər onu başa salmaqda həm səbir və təmkin göstərməli, həm də onu anlatmalıdır. Çünki pasiyent də bilməlidir məndə nə baş verir, diaqnozum nədir, amma onu gülümsəyərək... Burada ondan da əlavə, bilirsiniz, təəssüflər olsun ki, bunlar var. Hər bir həkim insan müqəddəratını həll edən bir şəxsdir. Bəli, bu insani dəyərlərə söykənəcək bir mexanizmdir əslində. Reklam fasiləsinə ayrılır. Qısa reklam fasiləsindən sonra yenidən buradayıq. Reklam fasiləmiz bitdi, müzakirəmiz davam edir. Təbii ki, bu xəstəliklərin ömrünün cavanlaşmasından bağlı danışdıq. Burada bir neçə xəstəliklər ilə daha çox aktual olan ürək-damar xəstəlikdir. Burada şəkər, diabet xəstəliyi var, onkoloji xəstəliklər var. Hətta bizim bu göz xəstəliklərimiz var ki, çox erkən artıq uşaqlarımızda belə isə. Tamam, Natiq müəllim, biz bunları artıq bu bəlaya düçar olmuşuq və buna artıq övladlarımız yeniyetmə yaşından belə artıq bunun daşıyıcısıyıq. Bu xəstəliyin içindəyik. Nə etməliyik? Edə biləcəyimiz, özümüzün edə biləcəyimiz nələrsə varmı? Əlimizdə olacaq nəysə varmı? Yoxsa yenə də bilmədiyimiz məqamlar var ki, bu haqda biraz maariflənək? Əsas məsələ əlbəttə ki, bu xəstəliklərin qarşısını almaq üçün profilaktik müayinələr, profilaktik tədbirlərin həyata keçirilməsidir. Profilaktik tədbirlərin də mən düşündüyümü deyirəm, yəni bugün səhiyyə orqanların funksional vəzifəsi sağlam əhali ilə profilaktik tədbirlərin həyata keçirilməsidir. Çünki xəstə onsuz da müraciət edəcək həkimə. Amma sağlam əhali latent formada keçən xəstəliklər, yəni gizli formada keçən xəstəliklər, insanın xəbəri olmur. Bəli. İnsan bir də ağrısı olanda, o fəsadları ortaya çıxanda, onda müraciət eləyir həkimə. Amma vaxtında müayinə olunmaq, bu da bir mədəniyyətdir, bilirsiniz. Bu da bir mədəniyyətdir. İldə 2 dəfə müayinə olunmaq lazımdır. Mən bunu bizim vətəndaşlarımıza məsləhət görürəm. Bugün kifayət qədər Səhiyyə Nazirliyi tərəfindən, ölkə başçısı tərəfindən səhiyyə sisteminə, səhiyyə sahəsinə çox güclü diqqət və qayğı var. Söhbət nədən gedir?
kifayət qədər hüquqi normativ baza formalaşıbdır. Əhalinin sağlamlığının qorunması haqqında qanun var. O qanundan gələn irəli məsələlər, mən bayaq dedim, 4 prinsipdən biri o profilaktik tədbirlərin həyata keçirilməsidir. Bizim böyük sahə həkimlərimiz ordusu yaradılıbdır. Sahə həkimlərimiz. O sahə həkimi öz ünvanında olan xəstələrdən məlumatı olmalıdır. Hər bir risk qrupuna aid olan xəstəlik onun dispanser qeydiyyatında olmalıdır. O xəstəni həkim, sahə həkimi dəvət eləməlidir. 3 aydan bir poliklinikaya müayinədən keçsin. Yəni, bunları mütləq eləmək lazımdır. Əgər biz istəyiriksə xəstəliklərin qarşısını alaq, xəstəliklərin cavanlaşmasından söhbət gedir də, düzdür? Bu tədbirləri biz həyata keçirməliyik mütləq. Özü də bugün səhiyyə sisteminin, istər Səhiyyə Nazirliyi, istər təbib, infrastruktur mükəmməldir Azərbaycanda. Çox mükəmməl infrastruktur yalar. Yəni, hər bir vətəndaşa səhiyyə xidmətini almaq üçün əl çatanlığı var. Ona görə də mən yenə də qeyd edirəm, bu çox vacib məsələdir, profilaktik tədbirlərin həyata keçirilməsi lazımdırsa, yəqin ki, vaxtı ilə mən bunu da istəyirəm, yəni biləsiz, elementar bir faktdır. 770 nömrəli SSR Səhiyyə Nazirliyinin əmri var idi. Bu, əhalinin məcburi dispanserizasiyası haqqında qanun idi, əmr idi daha doğrusu. SSR Səhiyyə Nazirliyinin əmri idi. Bu əmr bir 500 səhifəlik kitab idi, bir əmr. Bu əmr üzərində bütün elmi tədqiqat institutları öz təkliflərini vermişdi. Dispanserizasiyadan söhbət gedir. Və belə bir faktor var idi. Məsələn, biz uşaq olanda, belə deyək, cavan olanda 18 yaşa qədər poliklinikaya müraciət eləyəndə dişimiz ağrıyırdı. Həkim stomatoloq baxırdı ki, sən dispanserizasiyadan keçməmisən. Get dispanserizasiyadan keç, sonra gəl, deməli, dişimi müalicə eləyək. Belə bir qanun var idi. Bu məcburi idi, bu icbari idi. Və vətəndaşlar buna müraciət edirdilər və çox gözəl də bunun nəticələri var idi. Nəyə görə biz deyirik ki, məsələn, 30-40 il əvvəl, bundan əvvəl bu xəstəliklər 25, 20, 30 yaşında cavan gənclərdə yox idi. Amma indi var. Yəni, burada çox faktorlar var, çox amillər var. İntası buna riayət eləmək lazımdır və bu profilaktik tədbirləri təcili həyata keçirmək lazımdır. Bəli, bunu təbii ki, müraciət edənlərin yox, artıq bizim səhiyyə tərəfdən düşəcək öhdəliklərdir ki, onlar həyata keçirməlidir. Çünki sahə həkimlərinin də marağı olmalıdır ki, onun sahəsində yaşayan insanların qeydiyyata alınması. Amma əfsuslar olsun ki, Natiq müəllim, bunların yürüməsi çox ləngdir. Bəlkə də vardır, çox azdır. Amma insanlar yenə də hara, necə müraciət edəcəyini bilmir və yaxud da müraciət edəndə ona qarşı soyuqqanlılıq bizdə gedən bu inkişafa da biraz kölgə salır, deyilmi? Bəzi müəyyən nüanslar biraz tibbdə qarşı güvənsizlik hissini yaradır, professor. İş olan yerdə səhvdə olur. İş olan yerdə səhvdə olur. Ola bilər hansısa həkimlər laqeyd yanaşırlar və s. Ümumiyyətlə, həkim insan müqəddəratını həll eləyən insandır. Ona görə hər bir həkim başqa şeyi düşünməməlidir. İnsanın sağlamlığını düşünsə həmin həkim, bizdə o problemlər olmaz. Bəli, hər şey insani dəyərlərdən və insani keyfiyyətlərdən başlayır. Professor, Natiq müəllim də vurğuladıq, gizlin gedən xəstəliklər. Şəkər diabet əslində daşıyıcı olan xəstəliklərdə gizlin elə ürək-damar xəstəlikləri də çox gizlin gedir və təsadüfi müayinədə bəlkə də aşkarlanır, onlarda bilinir bunlar. Onlar bəzən özləri də bir qəribəliklə belə deyək də artıq qarşılayırlar ki, neçə illərdir, yəni mən burada bu xəstəliyi necə daşımışam, necə gedir. Ümumiyyətlə, gizlin gedən ürək xəstəlikləri hansı fonda gizlənir, hansı xəstələr risk qrupu altındadır, bu haqda istəyəcəm. Biraz qısaca danışaq. Şəkərli diabet axır illər bir kardioloji xəstəlik kimi qəbul olunur çox məktəblərdə. Niyə görə? Onun üçün ki, sıx əlaqəsi var. Həm arterial təzyiqin qalxması ilə, həm ürəyin işemik xəstəliyi ilə. Yəni ki, sübut olunub çox bir cərgə, bir böyük tədqiqatlarla ki, şəkərli diabet
aterosklerozun inkişafını sürətləndirir bir neçə dəfə. Ateroskleroz birbaşa bağlıdır, deməli, damarların içində aterosklerotik dəyişikliklər olanda o gətirir daralmasına, stenoza. O cümlədə də tac arteriyalı, koronar arteriyalı ürəkdə. Və nəticəsində həm insultlar, beyin olsa, həm periferik damarlar olsa, deməli, digər xəstəliklər, ürəkdə olsa, infarkta və digər stenokardiya kimi xəstəliklərə gətirir. Ona görə şəkərli diabetə həm də ki, siz dediyiniz kimi düz vurğuladınız ki, bu latent formaları var. Şəkərli diabet ola bilər illərlə olsun və bu insan hansında ki var, heç hiss eləməsin onu. Ağzı biraz quruyur, nə bilim, biraz tez məsəl üstüliyə gedir. Ola bilər əhəmiyyət o qədər yetirməyib. Ancaq təsadüfən açıqlanır ki, bunda şəkəri yüksəkdir, qanı yoxlayanda. Yaxud ondan da pis variantı var, daha qorxulu variantı var ki, yəni ki, qeyri-şəkərli diabet, o da var. Yəni ki, nəticəsi eynidir, ancaq şəkərsiz keçən xəstəlik. Ondan başqa insulin rezistentlik deyilən bir xal var. Hansı ki, insulinə rezistentlik, hələ ki, şəkər qalxmayıb qanda, ancaq insulinə rezistentlik əmələ gəlir toxumlarda. Yəni, insulin öz təsirini axıra çatdıra bilmir. Ona görə ki, rezistentlik toxumlar onu qəbul eləmir. Bunda da, bunun nəticəsində də preddiabet deyilən, yəni diabetdən qabaq olan bir xal yaranır. O da ki, mütləq gərək onu müalicə eləyəsən, onun qabağını alasan, onun üçün ki, ürək-damar sisteminin xəstəliklərinə gətirib çıxaracaq tez sürətlə, böyük sürətlə. O belənçinə. Natiq müəllim, bu xəstəliklər fonunda təbii ki, bir gedişatlar getdi. Biz bayaq vurğuladıq, nə etməliyik qarşısını almaq üçün, amma risk qrupuna aid olan insanlarda özümüzdən də asılı olan bəzi vərdişlər var ki, qurtulmaq lazımdır, amma qurtula bilmirik. Müəyyən xəstəliklərin elə verilişin öncə ilkin dəqiqələrində də vurğuladınız ki, əsas tutarlı səbəb qeyri-sağlam bizim qidalanmağımızdan başlayır. Pasiv, az hərəkətliyə dayanacaq bizim həyat tərzimizdən başlayır. Pis vərdişlər, elə bu siqaret asıllığı, alkoqol asıllığı, maddə asıllığına qədər gedəcək artıq vərdişlər. Bu yuxu problemi, yəni artıq zəncirvarı bir-birinə bağlanır. Bunun fonunda ciddi xəstəliklər başlayır. Bunların həyat tərzimizi düzgün istiqamətə yönəltmək bizim əlimizdədirmi? Ümumiyyətlə, bu monoton həyat bir dəfəmi ildırım sürətlə elə bir həyatımıza girib ki, artıq yəqin ki, professor razılaşır ki, bunun sosial şəbəkə, telefon, belə deyək, asıllıqları, mobil telefonlardan asıllıq bizim bu yeniyetmələrdə uşaqlarımızdan ümumiyyətlə qurtulmaz bir bəladır. Nə edək? Çarəsini hələ də tapa bilmirik. Çünki onu oradan ayıra bilmirik və bunun üçün mütəxəssislər də belə acizdir ki, bunlardan necə edək? Bu içki alüdəçi olanlarda, energetik içkilərdən tutmuş, siqaretə qədər bunlar bir neçə xəstəliklərin risk faktoru altındadır, deyilmi? Bunlardan da yetkin insanlar da qurtula bilmir. Niyə? İradə gücümüzmü yoxdur? Yoxsa biz həqiqətən sağlamlığımıza bu qədər adi yanaşırıq? Bu bütün faktorlar əsasən gənclərdə olur. Yeni yetmələrdə, gənclərdə mən düşünürəm ki, bu əsas məsələ valideynlərdən asılıdır. Ki, bu məsələn, həyat tərzi qadağan olunsun. Amma uşaq biraz böyüyəndə onu qadağan eləmək mümkün deyil uşağa. Sosial şəbəkə uşağın mənəviyyatına çox mənfi təsir göstərir, sosial şəbəkələr. Çünki uşaqlar orada müxtəlif aspektləri, müxtəlif şeyləri görürlər. Bu da uşağın tərbiyəsinə, mənəviyyatına, uşaq pozulur deyək. O sosial şəbəkələrdə gördüyü məsələləri, belə deyək də. Mən indi xırdalamıram hansı, nələri görürlər onlar orada. Pis vərdişlər siqaret çəkməkdir, alkoqol içkilərdir. İndi cavanlar arasında narkomaniya da bəzi hallarda çoxalıbdır. Bunun qarşısını indi bizim hüquq mühafizə orqanlarımız alır. Amma yenə də bu mövcuddur, var.
Siqaret çəkməyi cavan oğlana tərk etmək, yenə də bu əgər normal ailədə valideynlərin təsiri olmalıdır burada. O tərbiyədən çox şey asılıdır, mən elə düşünürəm. Böyüdüyü mühitdən çox şey asılıdır. O gəncin ətrafında olan münasibət, kimlə münasibətdən ondan çox şey asılıdır. Məsələn, bugün gənclər, mən bildiyimi deyirəm, yəni bu internet şəbəkəsində oyun oynayırlar. Oyunlar müxtəlif. Qumar asıllıqları deyil. Qumar asıllığı da olmasın. Məsələn, o game deyirlər də, gamerlər var. Oyunlar oynayırlar və bu onların psixikasına çox mənfi təsir göstərir. Çox mənfi təsir göstərir və bunun fəsadları da çox ağır olur. Digər tərəfdən isə energetiklərin içkilər, o satılı energetiklər, bu uşaqları demək olar ki, çox böyük bəlalara gətirib çıxarır. Bəli, bizdə hər dəfə elə proqramımızda qonaq olan kardioloqlar da, terapevtlər də, hər dəfəsində elə psixiatr doktorların özü də bu içkilərin insan beyninə verdiyi fəsadlar, insan orqanizmə verdiyi fəsadlardan dəfələrlə danışmamıza rəğmən yenə də bu öz gündəm aktuallığını qoruyub saxlamaqdadır. Və asıllılıq yaranır. Bəli, asıllıq yaranır ki, ondan da qurtula bilmir və valideyn də çarəsizdir. Telefon xəttində tamaşaçımız var. Axşamınız xeyir olsun. Buyurun, eşidək sizi. Axşamınız xeyir. Salam əleykum. Axşamınız xeyir. Həkimlərimizi salamlayıram. Allah sizi qorusun. Həkimlərə bir dənə sualım var. Xahiş edirəm, mənə köməkdarlıq elə. Buyurun. Məndə Respublika dəri zöhravıya getmişəm. Analiz götürüblər. Qaşınma var. Nə dedi, elədim, heç nə xeyir eləmədi. Bir ayda belə əziyyət çəkirim. 3-4 həkimdə olmuşam. Axır ki, bu Respublika xəstəxanasına getmişəm, dəri zöhravı. Orada həkim baxıb, resept yazıb, heç nə də xeyir eləmədi. Sizdə qaşınma hansı nahiyədədir? Hər yerimdə, hər yerimdə. Bütün bədən üzrə artıq qaşınmadan əziyyət çəkir. Bir aydır. Axşamlar nə qədər yata bilmirəm qaşınmadan. Elə bir ki, bədənimdə bürə var, pit var. Amma müraciət etdiyiniz, müalicə aldığınız yer olub, deyilmi? 3 yerdə olmuşam. Zabratda dəri həkimində olmuşam. Qaraqayıqda Şamil doktorun yanında, Sabunçuda, Respublika dəri zöhravı xəstəxanasında olmuşam. Heç effekti yox. Maz deyib çəkmişəm, tabletka deyib almışam, xeyri yox. Burada mən düşünürəm... Qaşınmaqdan dayana bilmirəm. Qıpqırmızı qızarır, qaşıdıqca da qaşınır, qutarmır. Təşəkkür edirik, Allah şəfanızı versin. Baxın, uzun müddətli dayanacaq və 3 yerə müraciət nəticəsində müalicəyə rəğmən yenə də durum dəyişmir. Burada əlbəttə ki, müayinə olunmalıdır bu yoldaş. Müayinə də bunda qaşınma bütün bədənindədirsə, bu allergik fon ola bilər, bu bir. İkincisi, bunda mədə bağırsaq ya qaraciyərini yoxlamaq lazımdır. Çünki bir çox hallarda onun da elə bir simptomatikası olur. Üçüncü məsələ, burada şəkəri yoxlanmalıdır mütləq. Bu diferensial diaqnostika aparılmalıdır mütləq. Təkcə bu dəri xəstəliyi deyil. Ola bilər, o məsələn, hansısa antihistamin dərmanı qəbul eləsin, o qaşınma keçsin onda. Amma daxili orqanlarda o xəstəlik inkişaf etdikcə o daha da ağır formalara gətirib çıxarır. Ona görə də bu müayinə olunmalıdır ətraflı. Sonra bir konkret bir söz demək olar. Professor, 3 yerdə müraciət olunması və müalicəsi. Burada müalicə mi yanlış gedib, yoxsa diaqnoz düzgün təsbit olunmayıb? Artıq mən vurğulanım. Yəqin ki, orada bir müayinə olunub. İndi burada yanlışlıq harada var ki, demək ki, bir boşluq var da, demək haradasa boşluq var ki. Qanın analizi yoldaş dedi, ona görə təkcə qanın analizindən onu konkret demək olmaz, o düzgün olmaz.
Bu sistem xəstəliyi ola bilər. Yəni ki, bir dəlinin bir əlaməti dəlidə gəlir, qaşınma məsəl üçün, yaxud digər şeylər. Ancaq sistem xəstəliyi, yəni hansı natiq müəyyən demiş ki, ya qaraciyər, ya da digər orqanlarda, mədə bağırsaq sistemində problem ola bilər olsun. Onun üçün ki, gərək daha dərin müayinədən keçsin. Ondan sonra nəticə çıxardılar. Allergik xarakterdə olur. Psoriaz kimi xəstəliklər, onlar da sistem xəstəlikləridir. Autoimun sistem. Autoimun digər çox bir sıra xəstəlik ola bilər ki, çıxsın. Çünki müraciət olunan yerlərdə siz dediyiniz kimi geniş formada onu yoxlanmaqları gərəkirdi, deyilmi? Demək ki, problem də bax həmin o səhiyyə ocaqlarında da bəzən biz qəbul etməsək də oradan da qaynaqlanır. Çünki biz müraciət edən insanlar bilmirik nəyi müayinə etməliyik. Bizə göstəriş verib, göstəriş əsasında biz buna doğru getməliyik və buna görə də əziyyət çəkən yenə də insanlar olur. Mən düşünürəm yəqin ki, bu yoldaşa dərmanlar təyin ediblər. O dərmanlar təyin edəndən sonra bunda vəziyyət necə olubdur? O dərmanları içir hazırda, qəbul edir, amma nəticə deyil. Ona görə də bu tam müayinə olunmalıdır. Konkret diaqnoz qoyulandan sonra onun müalicəsi də var. Diaqnostikamızın ümumiyyətlə, Natiq müəllim, bugünkü gedişatı sizi belə deyək də bu səhiyyə sahəsində yetərincə elmi biliyiniz olan illərə söykənəcək bir fəaliyyətə əsasən soruşuram. Yəni, qanidirmi? Hər şey nəzərə alaq ki, birinci diaqnozdan başlayır. Diaqnozun düzgün qoyuluşu nəticənin istədiyimizi ala bilməyimizdir. Yanlış diaqnoz isə başqa fəsadlara, hətta həyatı sonlandırmaya qədər gedişat apara bilər bizi. Bəli, tamamilə doğrudur. Bugün Azərbaycan Respublikasında, belə deyək, ən müasir tibbi diaqnostika avadanlıqları mövcuddur. Ən müasir. Dünyada analoq olmayan, məsələn, ən qabaqçıl texnologiya Azərbaycanda bugün var. Bugün var. Amma o ki, qaldı diaqnozun düzgün qoyulması. Burada fərdi yanaşma olmalıdır. Hər bir xəstəyə ümumiyyətlə fərdi yanaşma olmalıdır. Məsələn, 40 yaşında insan və 60 yaşında insan və yaxud da ki 30 yaşında insan, 60 yaşında insan eyni xəstəliyi fərqli keçirirlər. Fərqli simptomlarla keçirirlər eyni xəstəliyi. Ona görə burada hər bir xəstəyə fərdi yanaşma olmalıdır, hər bir xəstəyə diqqət yetirilməlidir, hər bir xəstə ətraflı müayinə olunmalıdır. O zaman dəqiq diaqnoz da ortaya çıxacaqdır. Mən elə düşünürəm. Əgər, məsələn, bax, bu xəstə 3 yerə müraciət eləyibsə, qaşınma ilə əlaqədar və heç bir nəticəsi olmayıbdır. Deməli, bu tam müayinə olunmayıbdır. Burada autoimun sistem, bayaq Azad müəllim tam doğru dedi. Burada şəkərli diabet, qaraciyərin xəstəliyi, mədə bağırsaq sisteminin elementar allergiyası ola bilər, nəyəsə məsələn. Niyə biz bunun göstərişini verib yoxlanmırıq? Bugün laborator diaqnostikada allergenləri tam müayinə eləmək olar. Bu tozdandır, bu məsələn, indi məsələn yaz vaxtıdır, ağaclar çiçək açır, yox. Bir çox adamlarda o çiçək açmadan allergiya əmələ gəlir və yaxud da ki, yeməklərdən. Bugün qidalarda həddindən artıq çox allergenlər var. Əsəb stres fonunda da kimyəvi məsələlər orada, dərmanlar, orada sitrus, məsələn, nə deyirlər, meyvələri və əlbəttə ki, ağartılardan da olur bəzən. İstilik, istixanalarda parniklər dediyimizdə becərilən meyvə tərəvəzlərdir. Bunlar hamısı allergenlərdir. Yenə də onu təsbitini etməsi üçün və onun kökü tapılmalıdır. Demək ki, razılaşaq ki, az da olsa boşluqlarımız var. İş olan yerdə boşluqlar olur. Bəli, amma boşluqlarımızda... Bəli. Efrimizin son dəqiqələrinə yaxınlar. Təbii ki, problemin olmasını heç kimsə istəməz, amma reallıq da özünü göstərir ki, çünki insanların danışıqları və müraciətləri, reallıq, gedişatlar onu göstərir ki, bəzən yanlış istiqamətdə müalicələrin aparılması və yaxud ümumiyyətlə yanlış diaqnoz üzərinə müalicənin aparılması ciddi fəsadlar yaradır. Ona görə də hər zaman deyirik ki, bizim də çalışdığımız əslində odur ki, efir vasitəsilə işinin peşəkarı olan insanları dəvət edirik ki, Natiq müəllim
ən azından insanlar kimə və hansı problemlə müraciət etməkdə hardasa azacıq da olsa faydalanmış olsunlar. Son olaraq fikrinizi istəyəcəm, professor. Necə edək ki, ürəyimiz ağrımasın, əgər bunu edə biliriksə? Streslərə dözümlü olaq. Stres belədir ki, xroniki xarakter daşıyır. Gündə bununla rastlaşırıq, cavanı da, qocası da, müxtəlif stresin səbəbləri var. Bəli, gündəlik həyatımız. Ancaq dözümlülük nədəndir? Hipodinamiyadan, o vəziyyətdən çıxmalıyıq. Nə qədər fiziki, çox demirəm idman eləmək, belə necə də profesional qaydada, ancaq fiziki hərəkət, heç olmasa gezmək. Məsəl üçün, 60 yaşlı adam üçün gezmək kifayət qədər biraz şey eləyəcək ki, dözümlülüyünü artıra bilər streslərə. Yəni ki, belə bir hərəkət eləyəndə stresə biraz qarşı yaxşı maddələr orqanizmdə ifraz olunur və daha dözümlü olur, daha təsiri necə yan keçir. Ancaq elə sigaret çəksən, necə də bədbərt işlərə özünü versən, uzansın divanda, stresin altında əlbəttə ki, bu müsbət nəticə verməz, mənfi ola bilir. Və bizim həyatımız 21-ci əsrdə streslə bağlıdır, daimi streslə. Küçədən, qapıdan çıxdım bayra. Xəstəliklərin çoxsu da elə. Başlanır streslər, transportdan başlayaraq, nə bilim, küçəni keçəndə və s. digər. Bəli, ictimai nəqliyyatdan başlayaraq. Bəli, ictimai nəqliyyat, tıxaclar, nə bilim, hər bir şey ki, stres gətirən bir şeydir. Ona görə biz özümüzü bu streslərə, daimi streslərə qarşı, necə deyərlər, dözümlü eləyək, öz əlimizdədir. Onun da yolu, gənə deyirəm, fiziki məşqlər. Xırda, orta dərəcədə. Bəli. Tamaşaçımız bizi gözləyir telefon xəttində. Efirimizin son tamam eşidək sizi də. Axşamınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir. Yaxşı sual qoymuşsunuz ki, xəstəliklər niyə bu qədər cavanlaşır? Əzizim, bu respublikada demək olar ki, qida tamamilə insanları məhv eləyir. Odur ki, bütün xəstəliklərin mənbəyi, yaranma qidadan əmələ gəlir. Xəstəliyində yaranma mənbəyini axtarmaq lazımdır. Çoxaltmaq uzun-uzadı gedir. Buna da mənim fikrimcə bütün məsuliyyəti ilə biganə yanaşan qida təhlükəsizliyidir. Heç vaxt qidaları yoxlamırlar, nəzarət eləmirlər. Xaricdən qida gəlir, deyir ki, köynəlib almayın. Amma bu kömürlükdən keçir, bu nəzarətdən keçir. Bunları niyə yoxlamırlar, niyə baxmırlar? Ancaq başları qarşı rüşvət yığmağa. Yaranan xəstəliyin əsasını qoyan qidadır. Təşəkkür edirik. Bir tamaşaçı iradıydı. Əslində, təbii ki, bəzən də bizim bilmədiyimiz məqamlar üzərindən də danışmalarımız olur. Amma yenə də reallığın nəyə söykənəcəyini bəlkə də bilmirik. Amma bu qədər ittihamla da danışmaq, indi olsun, ola bilər, biraz emosional danışır. Qidalarımızı elə biz ilk verilişimiz başlayarkən də biz də vurğuladıq. Elə Natiq müəllim də onunla başladı ki, qidalar elə bir neçə xəstəliklərin ömrünün cavanlaşmasına birbaşa yol açan faktordur. Biz bunu qeyd etmişdik. Nə edək ki, bizim evimizdə uşaqlarımız artıq bundan asılı vəziyyətdə. Bəzən də bu əlçatan çox rahat olduğuna görə yol üstü bir artıq zamanım yoxdur. Bir avtomobilimdə bir yol üstü qəlyanaltı nəysə yeyim, işə çatdım nəysə yeyim. Bəzən də zaman darlığı ilə bağlanır, bəzən də maraqlar oyanır, ağız tam dadımız fərqli olsun deyə olur. Amma yenə də konkret olaraq nəyisə, kimisə, hansısa qurumu ittiham etmək biraz qəbul edilməzdir. Əlbəttə. Amma yenə də qida seçimini biz özümüzə buraxırıq, amma yenə də öz ailəmizə baxaq ki, biz özümüz də evdə yemək hazırlamaqdan artıq professor çox yadırğamışıq, deyilmi? Bir məhlulun belə hazırlanıb içilməsində çox özümüzü tənbəllik artıq demək olar ki, mərhələsinə keçib, hazır dərmanların alınması və hazır qatqıları içməsinə daha çox maraqlıyıq. Nəinki özümüz evdə onu hazırlayaq. Baxın, bu qidadan başqa, qeyri-sağlam qidalanmadan başqa, əsas faktorlardan biri də ətraf mühitdir. Ətraf mühiti deyəndə həm ekoloji faktordur, həm də ki, təmiz su. Çünki insan orqanizminin 80-85% sudan ibarətdir, bilirsiniz bunu. Bəli. Təmiz su ən vacib məsələlərdən biridir.
ən vacib məsələlərdən biridir. Bir də ətraf mühit, ekoloji faktor. Amma bu görürsünüz ki, Azərbaycanda son zamanlar buna çox ciddi diqqət yetirilir və mən düşünürəm buna vaxt zaman lazımdır. Bu 1 illik, 2 illik iş deyil. Tam ekoloji, yəni havanın təmizlənməsi, suyun təmizlənməsi, bunlar böyük proyektlərdir, böyük layihələrdir və biz bunu eləyirik. Bugün ölkəmizdə bunlar hamısı tətbiq olunur. Mən bir şeyi də yadınıza salmaq istəyirəm. 15-20 il bundan qabaq bizim vətəndaşlar üst tuturdular müayinəyə xarici ölkələrə. Bu faktdır. İndi isə bizim Azərbaycanımızda kifayət qədər savadlı, bilikli həkimlər ordusu yaradılıbdır. Və bu həkimlər çox fədakarlıqla, çox əziyyətlə, çox, belə deyək, zəhmətlə bugün insanlara xidmət edirlər. Bunu biz inkar etməməliyik. O ki, qaldı vətəndaş dedi Qida Təhlükəsizliyi Agentliyindən. Qida Təhlükəsizliyi Agentliyi, baxın, sosial şəbəkələrdə, televiziyada 2 gündən, 3 gündən bir qida təhlükəsizliyi filan obyekti bağladı, filan çörək çexini bağladı, filan mağazada aşkarladı filan şeyi. Restoranlar bağlanır, harada ki, məsələn, qeyri, belə deyək də, köhnə məhsullar, vaxtı keçmiş məhsullar istifadəsinə bağlı. Vaxtı keçmiş, köhnə məhsullar satılır və yaxud da modifikasiya olan hazırlanır, belə deyək. Ona görə ki, qida təhlükəsizliyinin üzərinə bu iradlarla mən heç razılaşa bilmirəm. Çünki bu qurum işləyir bugün, fəaliyyət göstərir və nəticələr də var. Bütün hər şeyi əhatə eləməyə qısa müddətdə bu mümkün olan şey deyil. Bəli, bir məsələni də vurğulayım, artıq sağollaşacağıq. Biz bunu da unutmayaq ki, marketlərdə təbii ki, bütün çeşidli ərzaqlar bizə sadəcə sunulur. Bizə məcburən evinizə al-götür mesajı verilmir. Təbii ki, seçim bizim özümüzə qalır. Necə ki, biz evdə, ailədə övladımıza nəyin yeyilib, nəyin içilməsini əgər təməlli öyrədəcəksə, elə marketə girdiyimiz zaman da məhz onlara doğru gedib onları alacağıq. Demək ki, almamaqda da biz sərbəstlik. Niyə alırıq onda bu zaman? Çünki bir neçə çeşidlər var. Əgər biz tərkibində özümüzə qarşı ziyanlı bir şey görürsə, təbii ki, ağıllı insan ilk olaraq ondan imtina etməlidir. Kimlərsə istifadə etdi, mən də istifadə edim anlayışı ilə getdikcə bax, ciddi problemlər çıxır. Bir də müəyyən qidalar var ki, insanların daşıdığı xəstəliyə görə onlara həkim göstəriş qoymur ki, olmaz, pəhrizlər. Bizdə ümumiyyətlə pəhriz anlayışı ümumiyyətlə yoxdur. Bizdə bir neçə kardioloq qonağımız olanda hər zaman deyir ki, biz kardioloqların yaralı yeri pəhriz məsələsidir ki, əməliyyat öncəsi, əməliyyat sonrası və müalicə dönəmində biz pəhrizi xəstəyə nə yeridə bilmirik, nə onları gündəlik həyat tərzinə tətbiq edə bilmirik. Burada da ciddi problemlər başlayır. Bəzən özümüz də daha çox maraqlı olmalıyıq. Çünki sağlamlıq bizim özümüzlə bağlıdır və etmək istədiyimiz hər bir hərəkət bizim özümüzdən başqa kimsəyə fayda verməyəcək. Kimləri isə qınamaqda sərbəstlik, fikir azadlığı, təbii ki, düşüncə fərqli ola bilər. Amma yenə də seçim biz özümüz sağlam düşüncəyə söykünərək bir şey bilməliyik ki, mütəxəssisi də biz seçirik, istiqamət aldığımız, yönəldiyimiz müəssisəyə də biz özümüz gedirik, qidanı da biz özümüz qəbul edirik. Buna görə də bir azca da özümüzə daha zaman və diqqət ayırsaq daha çox sağlam olarıq deyə düşüncəsi ilə əslində nikbin notlarla daha çox istəyərdim proqramı yekunlaşa. Xəstəliklər olmasın, ömrü cavanlaşmasın, xəstəliyi Natiq müəllim, elə professor. Sizə hər birinizə dərin təşəkkürümü bildirirəm. O dəyərli zamanınızı bugün bizimlə keçirdiyiniz üçün çox sağ olun və ümid edirik ki, artıq bundan sonra azacıq da olsa fayda, bəlkə də kimlərisə maarifləndirdik və faydamız toxundu. Xəstəliklərin ömrü cavanlaşmaz, artıq getdikcə ağır xəstəliklər belə aramızdan yox ola bilər. Bu istəklə artıq bugün verişimizi bitiririk. Salamat qalın, sabah yenidən görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın.